İndi isə keçirik növbəti kartımıza. Bu əsa üçlüsüdür. Karta diqqətlə baxanda, əlimizi alıb incələyəndə orada bir adam, bir personaj görürük. Hiss olunur ki, bu adam sanki bir tacirdir. Şəkildə o elə təsvir olunub ki, sanki yüksək bir təpədə dayanıb. Fikir verin, qarşısında çox açıq bir mənzərə var. Gəmiləri, dağları, bir sözlə hər şeyi çox aydın şəkildə görə bilir. Yəni adam özünə çox əla bir yer seçib. Burada kartı bir simvol kimi düşünsək, çox aydın görürük ki, bir gözlənti var. Amma bu elə belə gözləmək deyil. Əsasından gələn o ilkin ideya, o fikir artıq yavaş-yavaş formalaşır. Doğru zamana və axına düşür deyə bilərik. Baxın, kartın ən vacib mesajı budur. Burada söhbət aktiv gözləmədən gedir. Yadınızdadırsa, əsa ikilisində vəziyyət biraz fərqli idi. Orada fikir hələ tam çeşidlənməmişdi, tam bəlli deyildi. Amma burada məsələ başqadır. Hər şey daha konkretdir və biz aktiv şəkildə nəticəni gözləyirik. Bundan başqa, bu kart bizə deyir ki, tam olaraq doğru yerdə və doğru zamandayıq. Yəni hal-hazırda hansı vəziyyətdəsinizsə, nə düşünürsünüzsə, bilin ki, bunun üçün ən uyğun vaxt indidir. Keçmişdə əkdiyimiz toxumlar artıq cücərməyə başlayıb. Ağlımıza yeni fikirlər, yeni düşüncələr gəlir. Bu da onu göstərir ki, etdiklərimiz hədər getməyib, düz yoldayıq. Sonda isə kart bizə biraz da səbirli olmağı məsləhət görür. Bu vacib bir detaldır. Bayaq dediyim kimi, bu aktiv bir gözləmədir. Yolumuza səbirlə davam etməliyik. Hər hansı bir dəyişiklik etməyə və ya yoldan sapmağa ehtiyac yoxdur. Gələk karyera və iş həyatına. Burada da eyni sözləri deyə bilərik. Kart yeni bir işdən və ya yeni bir qazancdan xəbər verir. Amma burada vacib olan odur ki, bunu hələ fikir mərhələsində olan bir layihə kimi düşünəsiniz. Ola bilər ki, bir bazar araşdırması aparırsınız, yeni bir işə başlamaq üzrəsiniz, ya da nəsə başlamısınız, amma davamını hələ gətirməmisiniz. Kart deyir ki, narahat olma, nə edirsənsə düz edirsən, bu yolla davam et. Əgər ağlınızda bir iş fürsəti və ya karyera dəyişimi varsa, bunun üçün atdığınız addımlar doğrudur. Həmçinin şəkildəki o arxa plandakı əsalardan da görürük ki, bu yolda sizə dəstək olacaq bir ortaq və ya köməkçi tapacaqsınız. Yəni kiməsə məsləhət edə biləcəyinizi, güvənə biləcəyinizi və bu yolda tək olmadığınızı göstərir. Belə davam etsəniz, heç bir problem yaşamayacaqsınız. İndi isə keçək sevgi həyatına. Təbii ki, münasibətlərdə də şad xəbərlər var. Əslində bu müsbət kartdır. Sonu hələ tam bəlli olmasa da, doğru yolda olduğumuzu göstərir. Münasibətimizdə hər şey qaydasındadır və gələcəyə dair daha ciddi planlar qurduğumuzu işarə edir. Bundan başqa, bu kartın çoxalmaq kimi bir mənası da var. Bunu hər mənada başa düşə bilərsiniz, istər maddi, istər mənəvi. Çünki 3 rəqəmindən gələn bir artım enerjisi var. Bu, var-dövlətimizin və ya qarşı tərəfə duyduğumuz hisslərin daha da artacağını göstərir. Münasibət üçün vacib qərarlar alınacağı anlamına gəlir. Yəni xəyallar artıq reallaşır, ciddiləşir. Amma kiçik bir mənfi tərəfi də ola bilər. Münasibəti təhlil etmək. Əgər münasibətdə bir problem varsa, bu kart onu göstərir ki, biz bir addım geri çəkilib vəziyyəti kənardan izləyirik. Görəsən bu münasibət mənə uyğundurmu? Düzgün istiqamətdəyikmi? Deyə qarşımızdakı insanı və münasibəti sınaqdan keçirə bilərik. Təbii ki, bunu dəqiq demək üçün yanındakı digər kartlara da baxmaq lazımdır.